Alban əsərində Musa Kalankatli Kimerlərdən danışıb. Yaxşı, Kimerlər nə deməkdir? Biz Kimerlərin izahını açarkən mən burada həm Hunların, həm Kumanların, həm Qəmərlərin, yəni Kimerlərin və Qıpçaq adının etimoloji izahını verəcəm. Tarixçilər iddia edir ki, Kuman sözü və Qıpçaq sözü ola bilsin ki, ağbəniz deməkdir və Kuman sözü demək bizim dilimizdə də olan gün sözündən formalaşıb. Lakin mən etimoloji təhlillərlə göstərirəm ki, əslində türklər imanlı birlik mənasında ök sözü ilə günümüzdə rəqəm mənasında işlənən 10 sözünü birləşdirib öküm adını formalaşdırıb. Bu öküm birlik mənasına gəlib və bu sözdən bizim bildiyimiz Hun, Kuman və Qıpçaq sözü və həmçinin Qəmər sözləri formalaşıb. Hun sözü biz bildiyimiz kimi qarşımıza Orta Asiyada qurulan bir tayfa ittifaqı kimi qarşımıza çıxır. Kuman eyni ilə demək eramızdan əvvəl tayfa birliyi kimi qarşımıza çıxır. Həmçinin eramızın 8-ci 10-cu əsrlərində bir tayfa ittifaqı kimi çıxır. Və həmin Kun sözünün sonuna ər sözü gələrək eni ilə Qəmər sözü formalaşmışdır. Yəni bu Qəmər sözü artıq qeyd etdiyim kimi İncildə də keçən Qomer, Kimer sözündən fərqli bir ad deyil. Və xatırladım ki, Çin qaynaqlarında həmçinin 10 ox tayfa birliyinin adı var. Demək ki, fikir verin, ök 10 və 10 ox. Biri-birinin tərsi olan kombinasiyada tayfa birliyini ifadə edən sözdür. Və bunu rəsmləşdirən türklər öküm, imanlı tayfa birliyi mənasında adı daha sonra damğalarla, daha yazı yoxdur, şəkilləşdirən türklər demək yay və onun sağında solunda 2 ox ilə bunu rəmzləşdir. Və daha sonra bu səbəbdən hakimiyyəti təmsil edən yay ox anlayışı yaranmışdı türklərdə. Və bu səbəbdən də biz Kayı boyunun damğasının 2 ox, ortasında yay və yayın da içində atılan bir ox damğasının olduğunu görürük. Yəni dolayısıyla Kayı boyunun damğası yay və ox rəsmindən başqa bir şey deyil. Və qədimdə türklər daha yazını bilmədiyi dövrdə damğalar yazarkən fonetik olaraq müqəddəs bildiyi bir söz və onun bənzəri olan digər sözü eyniləşdirirdi. Misal üçün türklər pir boyları yaradır, lakin piri nə ilə rəsm etsin? Və bu səbəbdən də pir sözünün fonetik bənzəri kimi börü və ya bars şəklini, damğasını bayrağına vurur. Daha sonra bu səbəbdən bizim qarşımıza pir tayfaları, börü tayfaları və bars tayfaları